Aleykümselam və rəhmətullahi və barakatuhu. Ant, elm əhli deyir ki, ant 3 qismə bölünür, qardaş. Birincisi odur ki, ləğv andı, yəni insan qəsd etmədən and içir. Məsələ, danışıq əsnasında deyir ki, vallahi belə, vallahi elə, yeyəcəksən, vallahi yemən lazım. Buna ləğv deyirlər, yəni ki, qəsd olunmadan olunan antlar. Və bu ant, bunun kəffarəsi yoxdur və bu ant sayılmır əslində. Sadəcə insan belə antlardan uzaq durmalıdır ki, hətta dili alışmasın. İkincisi, yalan yerə içilən ant, o da bir insan keçmişdə olan bir şeyə and içir ki, məsələ, deyir ki, and içir ki, məsələ, mən filan yerə getməmişdim. Keçmişdə olan bir şeyə and içir və yalan yerə and içir amma yalan yerə and içir. Bilir ki, yalancıdır, amma and içir ki, filan yerdə olmamışam, getməmişəm. Və bu böyük günahlardandır, şək yoxdur ki, bu böyük günahlardandır və bununla insanların haqqına girilir, insanların haqqı tapdalanılır, bununla batil mallar, pullar yeyilir və s. kimi. Ona görə bunun sahibi böyük günah sahibidir. Bu belə bir andın da elm əhli deyir ki, ən səhih rəy odur ki, sayılmır. Belə andın da kəffarəsi yoxdur. Bunun kəffarəsi tövbə etməkdir. Necə ki, Allah Azze və Cəllə Nəhl surəsinin 94-cü ayəsində bunu bildirir. Həmçinin hədis var, Peyğəmbər sallallahu aleyhi və səlləmdən Abdullah ibn Amr radiyallahu anhudan gəlir. Hədisi İmam Buxari rivayət edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, böyük günahlar Allaha şərik qoşmaq, valideynə qarşı üzü ağ olmaq, haqsız yerə qan tökmək, adam öldürmək və yalan yerə and içməkdir. Üçüncü növü də yerinə yetiriləsi vacib olan and, o da bir insan gələcəkdə olan bir şeyə and içir ki, ya edəcək, ya da o şeyi heç vaxt etməyəcək. Və bu and, əgər bir insan and içibsə ki, onu etməyəcək, onu edəsi olsa kəffarə verməsi lazımdır. Əgər and içibsə ki, onu etməyəcək və yaxud da edəcək, onu sonra etməsə, onda yenə kəffarə lazımdır. Buna dəlil də Maidə surəsinin 89-cu ayətdir. Şərtləri var bu andın. Bu and içən adam ağıllı olmalıdır, həddi buluğa çatmış olmalıdır və andı qəsd etmiş olmalıdır. Yəni and içməyə məcbur olunmamalıdır. Yəni kərahiyyətlə kimsə onu bu şeyi vadar etməməlidir. Öz ixtiyarla içmiş olmalıdır. Və həmçinin gələcək zamanda olan bir şeyə and içmiş olmalıdır. Şək yoxdur ki, belə şeydə, əgər bir insan and içmiş olarsa ki, filan şey etməyəcək, edərsə kəffarəsi lazımdır. Əgər and içsə ki, edəcək, əgər etməsə, yenə kəffarəsi lazımdır. Onun da kəffarəsi 3 növdür, 4 növdür. 10 nəfər yedizdirir. Onları bərabər şəkildə də yedizdirə bilər, tək-təkdə. 10 nəfərə paltar alır, bir qul azad eləyir. Bu üçündən ixtiyar sahibidir. Hansını istəsə onu eləyir. Hansını istəsə onu eləyir. Əgər üçünü də edə bilməsə, nə 10 nəfəri yedizdirə, nə onları libas almaq, nə də qul azad etmək, bunların heç birini edə bilməsə, onda o zaman 3 gün oruç tutur. 3 gün oruç tutur. Bu onun üçün kəffarə sayılır. Bunun dəlili də Maidə surəsinin 89-cu ayəsidir. Bir məsələ də var bu məsələnin ilgili ki, məsələ insan andını pozmaq istəsə və yaxud da qəsdən andını pozarsa, kəffarəni və andını pozmaq istəsə, kəffarəni əvvəldən eləyə bilərmi? Yəni, əvvəldən kəffarə verir, sonra andını pozur. Yoxsa andını pozub, sonra mı kəffarə verməlidir? Elm əhli deyir ki, ümumiyyətlə, əlhəmdülillah, bu geniş məsələlərdəndir. Bəri başdan kəffarə verib, sonra da andını poza bilər və yaxud andını pozub, sonra da kəffarə verə bilər. Abdurrahman ibn Samra radiyallahu anhudan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, əgər sən bir şeyə and içərsənsə, sonra görsən ki, ondan başqası daha xeyirlidir, andına kəffarə ver
sonra o xeyirli olan şey etkinən. Hədisi İmam Buxari Müslim rivayət edib. Yəni nə deməkdir bu? Məsələ, sən and içdin ki, mən filan yerə getməyəcəm. Filan adam gilə getməyəcəm. Sonra gördün ki, ora getməyin daha xeyirlidir getməməyindən. Belə olduğu halda hədisdən o başa düşülür ki, yəni istəsən bəri başdan kəffaranı verirsən, ora getməyin daha xeyirlidirsə. Sonra həmin yerə gedirsən. Budur bu məsələnlə ilgili qısa olaraq. Allahu aləm.